hər bir insanın mütləq şəkildə proqramı olmalıdır və bu proqram bizi səsləndirmədə qorxutmasın ki, proqram dedikdə böyük bir, sanki çətin bir iş nəzərdə olsun. Proqram dedikdə hər insanın öz şəraitinə uyğun, evdar qadının öz ev işlərinə uyğun və yaxud təhsil alan qadının təhsilinə uyğun, çalışan, işləyən qadınların, iş qadınlarının öz işlərinə uyğun proqramları olmalıdır. Və ümumilikdə biz qadın ona görə deyirik ki, işimiz xanımlarladır, amma bu bəylərə də aiddir ki, hər bir şəxsin öz proqramı olmalıdır və bu proqram da bizim məsələn proqramımız dostumuzla eyni ola bilməz. Bizim proqramımız həyat yoldaşımızla eyni ola bilməz. Bəli, ortaq proqramlarımız ola bilər, lakin bizim özümüzə aid, hətta duamız üçün, hətta bəzi günlərdə, məsələn, dini mərasimlərdə iştirak etmək üçün, mütaliə saatımız üçün, uşağımızla oynamaq vaxtına qədər bizim proqramlarımız olmalıdır ki, biz bu müəyyən vaxtı nə ilə keçirtməliyik, bölgə etməliyik. Hətta biz qohumları ziyarətə gediriksə, bunun üçün də bizim proqramımız olmalıdır. Yəni, mömin şəxsin, belə deyək ki, kəmalata doğru inkişaf edən şəxsin mütləq hər sahədə proqramı olmalıdır. Proqram dedikdə bunun içində gəzinti də daxildir, bunun içində yatmağı da daxildir, yeməyi də daxildir və eyni zamanda cəmiyyətdəki fəaliyyətləri də daxildir ki, bu çox önəmlidir.